Həyatda təsadüflər olur, düzdür. Amma bu qədər təsadüf inanılmazdı. Ona görə də əvvəlcə məlumatın dəqiqliyini müxtəlif mənbələrdən təsdiqləyib, sonra bu videonu hazırladım. Bu əkiz qardaşların adı Jim Lewis və Jim Springer'di. Doğumdan sonra onları bir-birini tanımayan başqa ailələr övladlığa götürüblər. Hər iki ailə uşağa Jim adını verib. Qardaşlar bir də 39 il sonra bir-birlərini tapıb görüşüblər. Amma həmin 39 il ərzində bir-birindən xəbərsiz olan əkiz qardaşların həyatında bunlar baş verib. Hər iki qardaşın yeni ailəsində ögey qardaşları olub və hər ikisində həmin qardaşın adı Larry'di. Hər iki qardaşın uşaq vaxtı Toy adlı iti olub. Qardaşlar hüquq mühafizə sahəsində təhsil alıblar və hər ikisi şerif işləyib. Hər iki qardaş Linda adlı qadınla evlənib və həmin qadından boşanıb. Təsadüflər burada bitmir. Davam edək. Hər iki qardaşın ikinci yoldaşının adı Betty'di. Hər iki qardaş övladının adını James Allen qoyub. Qardaşların vərdişləri, sevdikləri və sevmədikləri şeylər də üst-üstə düşür. Hər iki qardaş eyni marka siqareti çəkir və eyni marka içkini içir. Bu qədər təsadüf adamı şoka salır. Təsadüf yoxsa simulyasiya? Bəlkə genetika? Bəlkə bütün bunlar əvvəldən qurulmuş gizli bir testdir. Ya da tamam başqa bir cavabı var? Mənim cavabım yoxdur. Qərarı sizə buraxıram.